Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin nebiyyina Muhammedin ve ala alihi və ashabihi ecmaîn. Möhtərəm qardaşlar, ərəb dilindən silsilə dərslərimiz davam edir və bu günləri biz 3-cü dərsi keçəcəyik. 3-cü dərsdə biz əsasən iki mövzuya toxunacaq. Bunlardan birincisi el-ma'rifə və nəkira, yəni müəyyən və qeyri-müəyyən isimlər. İkinci mövzumuz isə el-hurufuş-şəmsiyyətu vəl-qamariyyətu. Yəni ərəb dilində, əlifbasında şəmsi və qəməri hərflər. Və bu hərfləri deməli bu cür bölgü ilə bölməkdə məqsədimizi deməli izah edəcəm inşallah. Keçid alırıq birinci mövzumuza. Bu da el-ma'rifə və nəkira, ərəb dilində müəyyən və qeyri-müəyyən isimlər. Ərəb dilində isimlər müəyyən və qeyri-müəyyən olmaqla iki qismə bölünür. Müəyyən isimlərə ərəb dili qrammatikasında termin olaraq el-ma'rifə, yəni ma'rifə deyilir. Qeyri-müəyyən isimlərə isə termin olaraq ən-nəkira, yəni belə nəkira kimi deyə bilərik. Nəkira isimlər. Müəyyən isimlər ərəb dilində deməli əsasən istifadə olunur ismi cümlələrin birinci tərəfində, yəni mübtəda deməli ismi cümlələrdə mübtəda kimi istifadə olunur. Mübtəda adətən ərəb dilində müəyyənlikdə olur. Məsələn, müəyyən isimlərə misallar, məsələn, xüsusi isimlər Muhammedun, və yaxud keçən dərs keçdiyimiz həzə və zəlikə işarə əvəzlikləri. Çünki bu isimlər deməli müəyyən isimlərdir. Yəni müəyyən isim dedikdə bəlli olan, müəyyən olunmuş isimlər nəzərdə tutulur. Yəni danışan və həmçində deməli dinləyənə müəyyən olan, yəni bunların zehnində və yaxud gözlə görünməklə və yaxud əvvəl onun barəsində söhbət açılmaqla müəyyən olan isimlər nəzərdə tutulur. Məsələn, Muhammedun xüsusi isimdir, yəni addır və bu müəyyəndir, müəyyən bir şəxsin adıdır. Və həmçində həzə işarə əvəzliyi və zəlikə işarə əvəzlikləri, bunlar da müəyyən isimlər sayılır. Qeyri-müəyyən isimlər dedikdə isə, yəni müəyyən olunmamış, yəni müəyyən danışan və yaxud dinləyənə deməli ilk dəfə məlumat verilən və yaxud qeyri-müəyyən isimlər nəzərdə tutulur. Məsələn, keçən dərsimizdə keçdiyimiz kitabun, yəni hər hansı bir kitab və yaxud məscidun, məscid və yaxud qələmun və s. Və biz keçən dərsimizdə deməli sadə nəqli cümlələri öyrəndik və bildik ki, qeyri-müəyyən isimlərdən ərəb dilində istifadə olunur, adətən ismi cümlədə xəbər kimi istifadə olunur. Yəni hansısa bir mübtəda barədə xəbər verərkən deməli qeyri-müəyyən isimlərdən istifadə olunur. Necə ki, keçən dərsimizdə biz keçdik, həzə kitabun, bu kitabdır. Burada həzə mübtədadır, müəyyən idi və kitabun isə qeyri-müəyyən idi. Bax, bu sadə nəqli ismi cümləsidir. Bu kitabdır. Burada gördüyümüz kimi birinci tərəf, yəni mübtəda, bu deməli müəyyən isimdir və ikinci tərəf xəbər isə qeyri-müəyyən isimdir. Həmçinin qeyri-müəyyən isimlərdən ərəb dilində deməli ilk dəfə məlumat barəsində ilk dəfə məlumat verilən və yaxud naməlum olan deməli isimlər ərəb dilində qeyri-müəyyən isimlər kimi ifadə olunur. Məsələn, tutaq ki, biz deyirik ki, bir kişi gəldi. Yəni hər hansı bir kişi gəldi. Burada kişi
deməli, qeyri-müəyyəndir. Amma biz əgər desək ki, hansısa bir kişini nəzərdə tutsaq, deməli, konkret bir kişini nəzərdə tutsaq, desək ki, məsələn, bu kişi müəllimdir, o halda burada kişi sözü müəyyənlikdə işlənəcək. İndi isə keçid alaq, ərəb dilində hansı isimlər müəyyən sayılır, hansı isimlər qeyri-müəyyən. Ərəb dilində müəyyən sayılır, elə isimlər var ki, bu isimlər daşıdıqları leksik mənaya görə, yəni öz mənalarına görə artıq müəyyənlikdə sayılır. Yəni, məsələn, xüsusi isimlər. Xüsusi isim deyəndə adlar, insan və şəhər adları nəzərdə tutulur. Məsələn, xüsusi isimlər müəyyəndir. Məsələn, mən deyirəm, tutaq ki, Mədinə şəhəri, Əl-Mədinə və yaxud tutaq ki, deyirəm ki, Məkkə şəhəri və yaxud Həmid, Həmidun, Xalidun, xüsusi bu adlar yəni, müəyyən bir şəxsi bildirdiyinə görə ərəb dilində müəyyən sayılır. Həmçinin də işarə əvəzlikləri də ərəb dilində müəyyən isimlər sayılır. Çünki niyə görə? Onların artıq işarə olunan, bəlli olduğuna görə artıq bu müəyyən sayılır. Məsələn, biz deyirik ki, həzə kitabun, bu kitabdır. Artıq biz kitabı görürük və bu artıq həzə deməli müəyyən sayılır. Həmçinin də inşallah gələcək dərsimizdə öyrənəcəyimiz şəxs əvəzlikləri, məsələn, mən, sən, o, bunlar da ərəb dilində müəyyən sayılır. Bayaq qeyd etdiyimiz kimi, ərəb dilində elə isimlər var ki, bu isimlər daşıdıqları leksik mənasına görə artıq müəyyənlikdə sayılır. Və bu isimlər biz dedik ki, hansılardır? Xüsusi isimlərdir, yəni adlar, şəhər və insan adları, həmçinin işarə əvəzlikləri, hədə, zəlikə və s. Həmçinin şəxs əvəzlikləri, bunları biz gələcək dərsimizdə öyrənəcəyik, nisbi əvəzliklər, bunları da gələcəkdə öyrənəcəyik və s. Bu isimlər deməli, ərəb dilində öz daşıdıqları mənasına görə artıq müəyyənlikdə sayılır. Ümumi isimlərə gəlincə isə, yəni ümumi isim dedikdə, eyni cinsli əşyaların adını bildirmək üçün istifadə olunan isimlər nəzərdə tutulur və bunlar ümumi isimlər, məsələn, kitabun və yaxud qələmun. Kitabun, məsələn, kitab və kitab cinsində olan əşyaların adını bildirmək üçün istifadə olunur. Qələmun isə qələm və qələm cinsində olan əşyaların adını bildirmək üçün istifadə olunur. Və bu cür ümumi isimlərin ərəb dilində müəyyənliyini bildirmək üçün deməli, əl müəyyənlik artiklından və yaxud əl müəyyənlik ədatından istifadə olunur. Çünki, məsələn, danışıq əsnasında biz əgər istəsək kitabun və ya qələmun sözünü ismi cümlənin mübtəda kimi işlətmək istəsək, yəni ismi cümlənin birinci tərəfi mübtəda kimi işlətmək istəsək və necə ki, əvvəl qeyd etdik, mübtəda adətən müəyyənlikdə olur. Bu zaman biz müəyyənlikdə işlətməliyik və buna görə də əl artiklından istifadə edəcəyik. Və həmçinin də danışıq əsnasında, məsələn, biz müəyyən bir kitabdan danışmaq istəsək, yenə də bunun müəyyənliyini bildirməyə bizə lazım gələcək. Və deməli, ümumi isimləri müəyyənliyi bildirmək üçün əl artiklı əlavə olunur bu isimlərin əvvəlinə. Əlavə olunur və bu zaman nə baş verir, nə dəyişiklik baş verir? Ümumi isimlərin sonundakı tənvin düşür. Yəni, əl artiklı girdikdən sonra həmçinin əl artiklı bitişik yazılır, sözlərin əvvəlinə qoşulur və sonundakı, bax, bu tənvin düşür. Yəni, un çevrilib u olur. Yəni, kitabun əl artiklı girdikdən sonra olacaq əl-kitabu. Yəni, burada biz fikir versək, burada undu, burada isə biz artıq raf halda, yəni aldıq halda un deyil, u işlətdik. Həmçində qələmun sözünə, məsələn, biz əl artiklı daxil etsək, bu halda qələmun çevrilib olacaq əl-qələmu. Əl-qələmu. Və əl artiklı
daxil olan isimlərin sonunda tənvin işlənməsi deməli düzgün deyil. Yəni əl artikllı daxil olan isimləri əl-kitabun və yaxud əl-qələmun kimi demək səhvdir. Və buna görə də harada o sözdəki, o ümumi isimdəki biz əl artiklı görsək, avtomatik olaraq sonunu un deyil, u kimi işlədəcəyik. İndi isə əl artiklı daxil olmuş ümumi isimləri cümlə tərkibində işlənməsinə deməli fikir verək. Məsələn, əl-kitabu cədidun. Kitab yenidir. Və burada biz fikir versək, deməli bu sadə nəqli cümlədir, kitab yenidir mənası. Fikir versək, burada kitab mübtədadır və cədidun isə yenidir. Bu xəbərdir. Və fikir versək, birinci tərəf, yəni mübtəda müəyyənlikdə işlənmiş, yəni əl artiklından işlənmiş. Cədidun xəbər isə qeyri-müəyyənlikdə gəlmişdir. Və ismi cümlədə adətən, yəni əsasən bu cür olur. Yəni mübtəda müəyyənlikdə olur. Başqa bir cümləyə fikir verək. Məsələn, əl-qələmu məksurun. Qələm sınıqdır. Və burada da fikir versək, birinci tərəf mübtəda müəyyənlikdə işlənmiş, yəni əl artiklından gəlib, ikinci tərəf isə deməli qeyri-müəyyənlikdə gəlib. Və mübtədanın adətən ən çox əsasən müəyyənlikdə gəlməsinin səbəbi budur ki, çünki biz mübtəda barədə xəbər veririk və xəbər verdiyimiz deməli isimdə adətən yəni müəyyənlikdə olur. Amma buna baxmayaraq inşallah biz gələcək dərslərimizdə öyrənəcəyik ki, mübtəda həmçinin qeyri-müəyyənlikdə də gələ bilər və həmçinin də xəbər də müəyyənlikdə ola bilər. Amma bunlar müəyyən hallarda və müəyyən şərtlər daxilində baş verir. Amma adətən isə bizim indi hal-hazırda öyrəndiyimiz deməli sadə nəqli cümlələrdə mübtəda müəyyənlikdə, xəbər isə qeyri-müəyyənlikdə olur. İndi isə keçirik deməli növbəti mövzumuza. Növbəti mövzumuz ərəb dilində əl-hurufuş-şəmsiyyətu vəl-qamariyyətu, yəni şəmsiyyə və qəməriyyə hərflər. Bu mövzu ümumiyyətlə bizim dərslə birbaşa əlaqəsi var. Əl artiklından, yəni əl müəyyəni artiklından birbaşa əlaqəsi var. Bildiyimiz kimi ərəb dilində 28 hərf var. Və bu hərflərin 14-ünü tələffüz edərkən, 14-ündə tələffüz zamanı 14-ünü tələffüz edərkən dillə diş iştirak edir. Amma digər deməli 14-ünü tələffüz edərkən isə dillə diş iştirak etmir. Və həmən bu deməli dil və dişin iştirak etdiyi deməli tələffüz zamanı dillə və dişin iştirak etdiyi hərflər şəmsiyyə hərflər adlanır. Digər hərflər isə qəməriyyə hərflər adlanır. Ona görə də bu hərfləri yəni əzbərləmək heç ehtiyac yoxdur. Sadəcə tələffüzdən birbaşa bu hərfləri ayırmaq olur. Və indi isə biz bu hərfləri ilk növbədə ayıraq və sonra isə bizim mövzuya, yəni əl artiklı mövzusu ilə nə kimi əlaqəsi olduğunu biləcəyik inşallah. Gəlin hərfləri bir-bir tələffüz edək də müəyyən edək ki, hansı hərfin tələffüzündə dillə diş iştirak edir. Əgər iştirak edirsə onu biz bax bura yazacağıq, şəmsiyyə hərflərinin altına. Deməli, dil və dişin iştirak etmədiyi hərfləri isə qəməriyyə yazdığımız sözün altına yazacağıq. İlk növbədə başlayaq həmzədən, ə. Ə hərfini gördüyümüz kimi deməli, burada dil və diş iştirak etmir. Ona görə bunu biz deməli, yazırıq qəməriyyə hərfi tərəfə. Növbəti hərf bə. Həmçinin bənin tələffüzündə də biz görürük ki, deməli, dillə diş iştirak etmir. Növbəti hərfimiz tə. Ət-tə. Və burada görürük ki, biz diş, dil
deməli yuxarı dişlərə dəyir və buna görə də bu şəmsiyə hərfi. Və bunu biz bura yazırıq. T. Növbəti hərfimiz əffə. Fə həmçinin dilin ucu dişlərin arasından kənara çıxır və buna görə də iştirak edir. Bunu da biz şəmsiyə hərfi tərəfi yazırıq. Cim, C. Və burada görürük ki, dil damağa dəyir, amma dişə dəymir və buna görə də bu, deməli, qəməri hərf gedir. Hə hərfi, növbəti hərfimiz həmçinin qəməri hərfdir. Xa hərfi də həmçinin qəməridir. Növbəti hərfimiz dəl. Dəl. Bu da həmçinin dillə iştirak edir. Bunu da biz yazırıq bura. Zəl hərfi, bu da həmçinin şəmsi hərfdir. Ra. Ra da həmçinin görürük ki, dillə iştirak edir. Və buna görə biz bunu bura yazaq. Zə. Zə hərfi də həmçinin iştirak edir. Sin hərfi, sin yenə də şəmsi hərfdir. Şin hərfi. Sad, sa hərfi yenə şəmsidir. Dad hərfi, da şəmsi hərfdir. Ta, za, ayn, bu qəməri hərfdir. Həmçinin qayn, bu da qəməri hərfdir. Fə, fə hərfi də qəməridir. Qaf, qəməri hərfdir. Kəf, qəməri hərfdir. Ləm, lə, bu da şəmsi hərfdir. Burada dillə iştirak edir. Mim, mim hərfi, bu qəməri hərfdir. Nun, n, bu şəmsi hərfdir. Va, vav hərfi, bu qəməri hərfdir. Hə hərfi, hə, bu da qəməri hərfdir. Və yə hərfi yenə də bu, deməli, qəməri hərfdir. Və nəticədə son nəticə olaraq saysa görərik ki, deməli, 14 hərf, deməli, qəməri hərfdir. 14 hərf isə şəmsi hərf adlanır. Gördüyümüz kimi 14 hərf, deməli, qəməri hərfdir. 14 hərf isə şəmsiyə hərfdir. Və bu hərflərin, indi isə keçək, bu hərflərin bizim mövzu ilə, yəni əl artiklı mövzusu ilə nə kimi əlaqəsi var? Əlaqə bundan ibarətdir ki, deməli, qayda belədir ki, ərəb dilində, əgər qəməriyyə hərflərdən biri ilə başlayan sözə, məsələn, götürək qaləm sözünü. Bu sözə əl artiklı qoşularkən, əl artiklının, bax, bu ləmi, ləm hərfi həm yazılır və eyni zamanda da, deməli, oxunur. Əsas söhbət bu ləmdən gedir. Deməli, bu ləm həm yazılır, yazılış zamanı, həm də tələffüz olunarkən, deməli, tələffüz olunur. Əl-qaləmu. Oxuyarkən biz deyirik ki, əl-qaləmu. Amma və həmçində digər, əl-kitəbu, məsələn, əl-məscidu və s. Amma şəmsi hərflərlə başlayan sözlərə əl artiklı qoşulduqda isə, məsələn, götürək talibun sözünü. Talibun sözü tələbə deməkdir. Bax, bu sözə əl artiklı qoşularkən, əl artiklındakı, deməli, bu ləm hərfi yazılır
yəni yazılışda qalır, amma tələffüzdə isə tələffüz olunmur. Tələffüz olunmur və onun əvəzinə əl artiklından sonra gələn birinci bu şəmsi hərf şəddələnir. Yəni, başqa sözlə desək, ləm hərfinin əvəzinə şəmsi hərf oxunur. Və bu söz bu cür oxunur. Ət-talibu. Yəni, artıq biz ləm hərfini yazıda saxlasaq da tələffüz etmirik. Və buna səbəb budur ki, ləm hərfi özü gördüyümüz kimi şəmsi hərflərin siyahısındadır. Və iki şəmsi hərf yanaşı gəldiyi zaman, yəni eyni məxrəcdən, yəni hər iki hərfin tələffüzündə dillə diş iştirak etdiyinə görə, deməli, bu tələffüzdə çətinlik yaradır. Və bu çətinliyi aradan qaldırmaq üçün bunların məxrəcləri eyni olduğundan, deməli, ərəb dilində də tələffüzün rahatlığına çox önəm verilir. Və bu səbəbdən inşallah biz gələcək dərslərimizdə biləcəyik ki, bəzi hərflər pozulur, bəzi hərflər çevrilir başqa hərfə, ibdəl baş verir və bunlar inşallah biz gələcəkdə öyrənəcəyik. Amma burada isə əl artiklında deməli eyni məxrəc olduğuna görə ləm hərfi oxunmur və onun əvəzinə deməli şəmsi hərf təkrarlanır və oxunur ət-talibu. Həmçinin raculun, məsələn, raculun sözü kişi deməkdir. Buna əl artiklı qoşularkən olacaq ər-raculu. Ər-raculu. Yəni burada deməli ləm hərfi yazılmasına baxmayaraq oxunmayacaq. Və bunu inşallah deməli tələffüz zamanı deməli hiss etmək mümkündür və bunun üçün şəmsi və qəməri hərfləri ayrıca əzbərləmək ehtiyac yoxdur. Sadəcə tələffüz zamanı çətinlik yaranarsa artıq bilmək lazımdır ki, çünki əllə talibu demək çətinlik yaradır və həmçində əllə raculu. Amma ər-raculu isə çox rahatdır. Möhtərəm qardaşlar, bununla da bizim 3-cü dərsimizin qrammatik mövzuları başa çatdı və biz inşallah keçid alırıq kitabdan 3-cü dərsin mətn və tapşırıqlarını oxumağa. Bismillahirrahmanirrahim. 3-cü dərsin tapşırıqlarına başlayırıq. Və burada biz 3-cü dərsdə öyrəndiyimiz qrammatik mövzulardan biri əl artiklidir. Və indi hal-hazırda birinci tapşırıqda burada deməli, qəməri hərflərlə başlayan sözlərə əl artiklının daxil olması və daxil olduqdan sonra baş verən dəyişiklikləri öyrənəcəyik. Beytun, yəni hər hansı bir ev. Əl artiklı girdikdən sonra və burada biz fikir versək görərik ki, yəni beytun sözünün sonunda tənvin var. Əl-beytu, ev, yəni müəyyən bir ev. Və burada da fikir versək, əl artiklı girdikdən sonra sözün sonundakı tənvin düşmüşdür. Kitabun, kitab, yəni hər hansı bir kitab. Əl-kitabu, müəyyən bir kitab. Və yenə də fikir versək görərik ki, əl artiklı sözə daxil olmamışdan əvvəl sözün sonu tənvinlə bitir və əl artiklı girdikdən sonra tənvin düşmüşdür. Qələmun, qələm, yəni hər hansı bir qələm. Əl-qələmu, müəyyən bir qələm. Və burada da fikir versək, yəni beytun, kitabun və qələmun sözləri deməli hamısı qəməri hərflərlə başlayır. Qəməriyyə hərflərlə başlayır və ona görə də əl artiklı girdikdən sonra ləm oxunur. Buradakı deməli ləmi biz həm yazılır, həm də tələffüz olunur. Cəməlun, dəvə. Əl-cəməlu, müəyyən bir dəvə. Və burada da fikir versək, yenə də əl artiklı daxil olmamışdan əvvəl sözün sonu tənvinlə bitir və əl artiklı daxil olduqdan sonra tənvin düşmüşdür. Və yenə də cəməlun sözü cim hərfi, qəməriyyə hərflərdəndir və buna görə də əl artiklı daxil olarkən ləm
əl artiklının ləmi həm yazılmış, həm də deməli tələffüz olunur. İndi isə birinci tərəfi deməli müəyyən isim, müəyyənlikdə olan isim, digər tərəfi isə deməli qeyri-müəyyən sifət olan sadə nəqli cümlələrə nəzər yetirək. Əl-qələmu məksurun. Qələm sınıqdır. Əl-bəbu məftuhun. Qapı açıqdır. Əl-vələdu cəlisun. Uşaq oturmuşdur. Vəl-müdərrisu vaqifun. Müəllim isə ayaq üstədir. Və burada da biz deməli dərsimizdə qeyd etdiyimiz kimi ismi cümlələrdə mübtəda adətən deməli müəyyənlikdə olur və xəbər isə qeyri-müəyyənlikdə olur. Və müəyyənlik deməli müəyyən isimlərdən biz əsasən istifadə edəcəyik sadə nəqli cümlələrdə mübtədanı bildirmək üçün. İkinci tapşırığımız yenə birinci tərəfi sadə və birinci tərəfi müəyyən isim olan sadə nəqli cümlələrdir və biz bu cümlələri oxuyub deməli tərcümə edəcəyik. Əl-kitabu cədidun vəl-qələmu qadimun. Kitab yenidir. Burada cədidun sözü yeni sözdür, yeni deməkdir. Vəl-qələmu qadimun. Qələm isə köhnədir. Əl-himaru sağirun vəl-hisanu kəbirun. Uzunqulaq kiçikdir. At isə böyükdür. Əl-kursiyyu məksurun. Kürsü, yəni stul, sınıqdır. Əl-mindilu vasixun. Dəsmal kirlidir. Və bu tapşırıqlara biz fikir versək, bu tapşırıqlar deməli birinci tərəfi müəyyən isimlərdir, müəyyənlikdə olan isimlərdir. Çünki bunlar mübtədadır. Və ikinci tərəf isə deməli qeyri-müəyyən sifətlərdir. Və gördüyümüz kimi bu müəyyənlikdə olan isimlər hamısı deməli qəməriyyə hərflərindən başlayır və buna görə də bu sözləri biz tələffüz edərkən əl artiklını, ləmini həm yazılışda görürük, həm də tələffüz zamanı deməli tələffüz olunur. Əl-mə'u bəridun. Su soyuqdur. Əl-qaməru cəmilun. Ay gözəldir. Əl-beytu qaribun. Ev yaxındır. Vəl-məscidu bə'idun. Məscid isə uzaqdır. Əl-həcəru thəqilun. Daş ağırdır. Vəl-varaqu xafifun. Vərəq isə yüngüldür. Əl-ləbənu hərrun. Süd istidir. Burada ləm hərfi istisna olaraq deməli şəmsi hərfdir və bunu biz nəzərə almalıyıq. Və buna görə də biz əl artiklının ləmin oxumadıq, birbaşa ləbən sözünün ləminə keçdik. Əl-qamisu nazifun. Köynək təmizdir. Növbəti tapşırığımız deməli burada müəyyən və qeyri-müəyyən isimlər bir yerdə verilib və burada bizə tələb olunan sözlərin sonlarını düzgün tələffüz edərək həm oxuyub, həm də yazmalıyıq. Məscidun. Burada biz gördüyümüz kimi məscid sözündə əl artiklı yoxdur və ona görə də biz sözün sonunu deməli tənvinləyərək oxuyuruq. Məscidun.
Gördüyünüz kimi məscidu. Əl-məscidu və burada deməli əl artiklı olduğuna görə biz sözün sonunu un deyil, yəni tənvin deyil, u deyirik. Əl-məu su. Əl-məscidu məscid, əl-məu su, məun qeyri-müəyyənlikdə su. Və ümumiyyətlə bir şey qeyd etmək lazımdır ki, tənvin sözünün mənası əslində ərəb dilində səslənmək, cingildəmək deməkdir. Və bu tənvinin deməli sözün sonundakı deməli yazılmayan, lakin tələffüz olunan nun hərfi tələffüz olunarkən sözə xüsusi bir səs verdiyinə görə belə adlanmışdır. Ona görə də bu səs xüsusən vurğulanmalıdır. Məun. Əl-beytu. Burada əl artiklı olduğuna görə biz tənvini demirik. Bəbun. Əl-beytu qapı. Bəbun. Əl-beytu ev. Bəbun qapı. Qələmun qələm. Əl-qələmu müəyyən bir qələm. Və burada da əl artiklı olduğuna görə biz tənvini demirik. Ancaq bu sözdə isə əl artiklı olmadığına görə biz qələmun, yəni nun, sakin nun hərfini tələffüz etdik. Əl-kəlbu müəyyən bir it. Kəlbun hər hansı it. Qamisun köynək, yəni qeyri-müəyyən bir köynək. Vələdun uşaq. Əl-həcəru müəyyən bir daş. Əl-vələdu müəyyənlikdə uşaq. Ancaq burada isə vələd sözü qeyri-müəyyənlikdə idi. Himərun uzun qulaq. Əl-himəru yəni müəyyənlikdə, uzun qulaq sözü müəyyənlikdə. Əl-hisanu at yəni müəyyənlikdə. Hisanun at sözü qeyri-müəyyənlikdə. İndi isə hərəkəli variantına baxaq. Bu tapşırıqda isə bizdən deməli sadə nəqli cümlələrin deməli oxuyub və yazılması tələb olunur və bu nəqli cümlələrin birinci tərəfi müəyyənlikdə olan isimlərdir, ikinci tərəfi isə qeyri-müəyyənlikdə olan sifətlərdir. Və bu hərəkətsiz verilib bizə və burada əsas məqsəd hərəkətsiz oxumağı öyrənməkdir. Əl-məktəbu məksurun. Yazı stolu sınıqdır. Əl-müdərrisu cədidun. Müəllim yenidir. Əl-qamisu vasixun. Köynək kirlidir. Əl-ləbənu bəridun. Süd soyuqdur. Əl-məscidu məftuhun. Məscid açıqdır. Əl-həcəru kəbirun. Daş böyükdür. Əl-ləbənu bəridun vəl-mə'u hərrun. Süd soyuqdur, su isə istidir. Əl-imamu cəlisun vəl-müdərrisu vaqifun. İmam ayaq üstədir, müəllim isə oturmuşdur. Əl-qaməru bə'idun. Ay uzaqdır. Əl-mindilu nazifun. Dəsmal təmizdir. İndi isə bunun deməli bu cümlələrin hərəkəli variantlarına baxaq. Bu tapşırıqda isə bizə deməli boşluqlar verilib və bu boşluqları biz yuxarıda göstərilən qeyri-müəyyənlikdə olan sifətlərdən münasib olanı ilə doldurmalıyıq. Birinci tərəf isə müəyyənlikdə olan, mübtəda isə müəyyənlikdə olan isimlərdir və biz bura
münasib olan xəbər qoymalıyıq. Əl-həcəru, gördüyümüz kimi burada daşa, daş sözünə deməli səqilun sözü uyğun gəlir. Əl-həcəru səqilun, daş ağırdır. Əl-bəbu, qapı, məftuhun və burada açıq sözü uyğun gəlir. Qapı açıqdır. Əl-qaməru, ay və burada gördüyümüz kimi cəmilun sözü daha uyğun gəlir. Əl-qaməru cəmilun, ay gözəldir. Əl-varaqu xafifun, vərəq yüngüldür. Əl-mindilu vasixun, dəsmal kirlidir. Əl-ləbənu hərrun, süd istidir. Növbəti tapşırıqda isə bizə yenə boşluqları münasib sözlərlə doldurmaq tələb olunur. Və burada isə birinci tapşırığın əksi olaraq deməli nəqli cümlə, ismi cümlənin ikinci tərəfi, yəni xəbər verilmiş, biz bura münasib müəyyənlikdə olan mübtəda qoymalıyıq. Burada nazifun sözü verilib bizə, təmizdir və biz bura məsələn əl-qamisu nazifun, əl-qamisu sözünü qoya bilərik. Həmçinin başqa sözlər də qoya bilərik. İkincidə məksurun, sınıqdır sözü verilib və biz bura məsələn əl-kursiyyu məksurun, kürsü, yəni oturacaq, sınıqdır. Bəridun sözü verilib bizə, soyuqdur və biz bura məsələn əl-mə'u bəridun, su soyuqdur. Qaribun, yaxındır sözü verilib. Məsələn, əl-beytu qaribun, ev yaxındır. Bəidun, uzaqdır sözü verilib bizə. Əl-məscidu bəidun, məscid uzaqdır. Vaqifun, ayaq üstədir sözü verilib bizə. Əl-müdərrisu vaqifun və burada biz fikir versək, biz bütün bu mübtədalara müəyyənlikdə olan, yəni əl artiklı ilə olan deməli isimlər qoyuruq. Və bu cür cümlələrə deməli qeyri-müəyyənlikdə isimlər qoymaq düzgün deyil. Cəlisun sözü verilib bizə növbəti cümlədə. Məsələn, əl-imamu cəlisun, imam oturmuşdur. Kəbirun, böyükdür sözü bizə verilib. Məsələn, əl-hisanu kəbirun, at böyükdür. Qadimun, köhnə sözü verilib bizə. Əl-qələmu qadimun, qələm köhnədir. Cədidun, yenidir sözü verilib. Əl-kitabu cədidun, kitab yenidir. Burada isə bizə deməli əvvəl oxuduğumuz cümlələrdə, yəni 3-cü kitabda istifadə olunan yeni sözlər verilib. Əl-qaməru, ay, cədidun, yeni, qadimun, köhnə, vasixun, kirli, nazifun, təmiz, hərrun, isti, bəridun, soyuq, sağirun, kiçik, balaca, kəbirun, böyük, məftuhun, açıq, məksurun, sınıq, səqilun, ağır, xafifun, yüngül, cəmilun, yeni, gözəl, daha doğrusu gözəl,
Vaqifun ayaq üstə, cəlisun oturmuş. Nəzərinizə çatdırım ki, bundan əvvəlki cümlələrdə biz fikir versək, ancaq bizə qəməriyyə hərflərlə başlayan isimlər verilmişdi. Bu tapşırıqdan deməli başlayaraq biz deməli əsasən həm şəmsiyyə, həm qəməriyyə hərflərinə bir yerdə, amma əsasən şəmsiyyə hərflərinə əl artikl daxil olduqdan sonra baş verən dəyişikliklərə nəzər yetirəcəyik. Nəcmun ulduz və burada nəcmun sözü deməli nun hərfi, yəni şəmsiyyə hərfindən başlayır. Ən-nəcmu müəyyən bir ulduz və burada fikir versək biz əl artiklının ləmini deməli tələffüz etmədik. Bunun əvəzinə isə biz şəmsiyyə hərfin deməli üstündə fikir versəz, deməli biz şəddə qoyduq, şəddələdik. Ən-nəcmu. Raculun kişi, yəni qeyri-müəyyənlikdə və burada fikir versək biz deməli raculun sözündəki o xana yapışdı. Bazan bassın mən söyleyeyim. Raculun kişi, yəni qeyri-müəyyənlikdə və biz fikir versək, raculun sözü deməli şəmsiyyə hərfindən başlayır. Raculun kişi qeyri-müəyyənlikdə və burada fikir versək biz raculun sözü şəmsiyyə hərfi ilə başlayır. Ər-raculu müəyyənlikdə, kişi sözü müəyyənlikdə, yəni müəyyən bir kişi və burada fikir versək biz deməli şəmsiyyə hərfi ilə başlandığına görə raculun sözü biz deməli əl artiklının ləmini tələffüz etmədik. Onun əvəzinə isə ra hərfinin üstündə şəddə qoyduq. Dikun xoruz və burada da biz fikir versək bu şəmsiyyə hərfindən başlayır. Əddiku yenə də burada da tələffüz edərkən biz əl artiklını qoşduqdan sonra əl artiklının ləmini tələffüz etmədik. Əvəzinə isə dəl hərfinin üzərində deməli şəddə qoyduq. Həmçinin yenə də diqqət etsək görərik ki, əl artikl daxil olmamışdan əvvəl sözlərin sonu tənvinlidir. Yəni sakin nun hərfi tələffüz olunur. Amma əl artiklı girdikdən sonra sözlərin sonunda deməli tənvin yoxdur. Talibun tələbə və ta hərfi də bildiyimiz kimi şəmsiyyə hərfdir. Ət-talibu və burada da yenə əl artiklı daxil olduqdan sonra fikir versək görərik ki, ta hərfini deməli şəddəliyirik, amma əl artiklının ləmi isə burada tələffüz olunmur. İndi isə keçək yenə birinci tərəfi deməli müəyyənlikdə olan sözlərlə başlayan sadə nəqli ismi cümlələrə. Ən-nəcmu bəidun ulduz uzaqdır. Ər-raculu vaqifun kişi ayaq üstədir. Əs-sukkəru hülvun əs-sukkəru şəkər, qənddir və burada da sukkər sözü də gördüyümüz kimi deməli şəmsi hərfindən başlayır və ona görə də biz deməli əl artiklının ləmin tələffüz etmədik, əvəzinə sin hərfini şəddələdik. Hülvun şirindir deməkdir. Ət-talibu məridun tələbə xəstədir. Əddiku cəmilun xoruz gözəldir. Əd-dəftəru cədidun dəftər yenidir. Ət-təciru
Ganiyyun, tacir, varlıdır. Ed-dukkanu meftuhun, dükan, mağaza açıqdır. El-veledu fəqirun, uşaq kasıbdır. Et-tuffahu lezizun, alma dadlıdır. Et-tabibu tavilun vel-meridu qasirun, həkim hündürdür, xəstə isə alçaq boydur. Növbəti tapşırıqda bizə sözlər verilib, müəyyənlikdə olan əl artiklı daxil olmuş sözlər verilib və bu sözlərin bəziləri qəməriyyə hərflərindən başlayır, bəziləri isə şəmsiyyə hərflərindən başlayır. Və biz bu sözləri deməli düzgün tələffüz edərək oxumalıyıq. Əl-bəbu, qapı və burada bəbun sözü qəməriyyə hərfinə başladığına görə biz deməli ləm əl artiklındakı ləmi deməli tələffüz edirik. Ət-təciru, tacir və burada tə hərfi şəmsiyyə hərfdir və buna görə də əl artiklının ləmi tələffüz olunmur. Ən-nəcmu, ulduz və burada da nun hərfi şəmsiyyə hərfdir və biz ləm hərfini tələffüz etmədik. Əl-qaməru, ay və qamər sözündəki qaf hərfi qəməriyyə hərfdir və ona görə də biz ləm hərfini tələffüz etdik. Əd-diku, xoruz və burada da dəl hərfi şəmsiyyə hərfi olduğuna görə biz əl artiklının ləmini tələffüz etmədik. Əl-məu, su və mim hərfi qəməriyyə hərfdir və buna görə də ləm tələffüz olunur. Əs-səriru, çarpayı və sin hərfi şəmsiyyə hərfdir və ona görə də ləm əl artiklının ləmi tələffüz olunmur. Əl-beytu, ev və bə hərfi qəməriyyə hərfdir. Buna görə də ləm hərfi əl artiklının ləmi tələffüz olundu. Əl-məscidu, məscid və mim hərfi qəməriyyə hərfdir. Yenə ləm tələffüz olundu. Ər-raculu, ra hərfi şəmsiyyə hərfdir. Buna görə də ləm tələffüz olunmadı. Əs-sukkəru, qənd, şəkər. Burada sin hərfi deməli şəmsiyyə hərfi olduğuna görə ləm tələffüz olunmadı. Əl-varaqu, vərəq, vav hərfi qəməriyyə hərfi olduğundan ləm hərfi tələffüz olundu. Həmçinin biz fikir versək, görərik ki, deməli əl artiklı daxil olduğuna görə sözlərin hamısının sonu tənvinsiz, deməli damma ilə bitmişdir. Həmçinin burada da və bütün sözlərdə tənvin deməli yoxdur. Bu tapşırıqda bizə deməli ismi cümlənin xəbərlər verilib və biz bu boşluqlara münasib mübtəda, yəni müəyyənlikdə olan əl artiklı ilə başlayan, müəyyənlikdə olan sözlər əlavə etməliyik, doldurmalıyıq. Ğaniyyun, varlı deməkdir. Ət-təciru ğaniyyun, tacir, varlıdır. Hülvun, şirindir, şirin deməkdir. Əs-sukkəru hülvun, qənd, şirindir. Məridun, xəstə deməkdir. Ət-talibu məridun, tələbə xəstədir. Ləzizun, dadlı deməkdir. Ət-tuffahu ləzizun, alma dadlıdır. Tavilun, uzun və ya hündürboy deməkdir. Ət-tabibu tavilun, həkim hündürdür. Qasirun, alçaq boy deməkdir. Əl-məridu qasirun, xəstə
alçaq boydur. Növbəti tapşırıqda bizə iki bənd verib, iki sütun verib və bu sütunların biri əlif sütunudur, digəri isə bə sütunudur. Və fikir versək görərik ki, əlif sütununda olan sözlər əl artiklı ilə başlayan müəyyən sözlər, müəyyənlikdə olan sözlərdir. Bə bəndindəki, sütundakı sözlər isə deməli qeyri-müəyyənlikdə olan sifətlərdir. Və biz burada deməli cümlə qurmalıyıq və əlif bəndində, bə bəndində olan deməli sözlərdən münasib olanını seçib əlif bəndi ilə deməli uyğunlaşdırıb cümlə düzəltməliyik. Ət-talibu tələbə və burada ət-talib sözünə uyğun gələn məridun sözü uyğun gəlir. Ət-talibu məridun tələbə xəstədir. Ət-dukkanu dükan və dükan sözünə burada deməli məftuhun sözü uyğun gəlir. Ət-dukkanu məftuhun dükan açıqdır. Ət-tuffahu alma və alma sözünə burada biz görsək ləzizun sözü uyğun gəlir. Ət-tuffahu ləzizun alma dadlıdır. Əl-mə'u su, su sözünə fikir versək burada hərrun isti sözü uyğun gəlir. Əl-mə'u hərrun su istidir. Əl-həcəru daş və daş sözünə burada səqilun ağır sözü uyğun gəlir. Əl-həcəru səqilun daş ağırdır. Əl-qələmu qələm və qələm sözünə burada məqsurun sözü uyğun gəlir. Əl-qələmu məqsurun qələm sınıqdır. Və burada bizə deməli yeni sözlər verilib və bu yeni sözlərdən hülvun şirin deməkdir. Məridun xəstə. Əd-dukkanu dükan, mağaza. Ğaniyyun varlı. Tavilun uzun və ya hündürboy. Fəqirun kasıb. Qasirun alçaq boy və ya qısa. Ət-tuffahu alma. Növbəti tapşırıqda bizə əl-huruful qamariyyətu vəl-hurufuş şəmsiyyətu. Şəmsiyyə, qəməriyyə və şəmsiyyə hərfləri verib və bu sütunda bizə deməli qəməriyyə hərfləri verib və hər bir hərfə uyğun bir söz verib və hər bir hərflə başlayan bir söz verib və digər ikinci sütunda isə bizə şəmsiyyə hərfləri verib və hər bir hərflə başlayan qarşısında hər hərfin qarşısında o hərflə başlayan bir nümunə üçün bir söz vermişdir. Əl-huruful qamariyyətu. Əlif, əl-əbu ata, bə, əl-bəbu qapı, cim, əl-cənnətu bağça, bağ və ya cənnət, hə, əl-himəru uzun qulaq, xa, əl-xubzu çörək, ayn, əl-aynu göz, qayn, əl-qadəu nahar, fə, əl-fəmu ağız, qaf, əl-qaməru ay, kəf, əl-kəlbu it, mim, əl-məu su, vav, əl-vələdu uşaq, hə, əl-həvəu hava, yə, əl-yədu əl. İndi isə keçid alırıq şəmsiyyə hərflərə. Tə, ət-təciru və fikir versək, diqqət etsək görərik ki, bu sözlərin tələffüzündə
əl artiklının ləmi tələffüz olunmur, əvəzinə şəmsiyə hərf şəddəli tələffüz olunur. Sə, əs-səvbu, paltar. Dəl, əd-diku, xoruz. Zəl, əz-zəhəbu, qızıl. Ra, ər-raculu, kişi. Zə, əz-zəhratu, gül. Sin, əs-səməku, balıq. Şin, əş-şəmsu, günəş. Sad, əs-sadru, sinə. Dad, əd-dayfu, qonaq. Ta, ət-talibu, tələbə. Za, əz-zahru, kürək, bel. Ləm, əl-ləhmu, ət. Nun, ən-nəcmu, ulduz. Bu tapşırıqda bizə şəmsiyyə və qəməriyyə hərflərin deməli, nitq qaydalarını riayət etməklə sözlərin oxunması tələb olunur. Əl-beytu, ev. Əd-diku, xoruz. Əl-müdərrisu, müəllim. Əl-bəbu, qapı. Ət-talibu, tələbə. Əs-sukkəru, şəkər. Əd-dəftəru, dəftər. Əl-əxu, qardaş. Ər-rasulu, elçi, peyğəmbər. Əl-vəcihu, üz. Əs-sadiqu, dost. Əl-Qur'anu, Qur'an. Əs-salatu, namaz. Əl-Kə'bətu, Kəbə. Əl-ra'su, baş. Əl-isbə'u, barmaq. Əs-sabunu, sabun. Əz-zufru, dırnaq. Əl-fəcru, fəcr, fəcr namazı. Əz-zuhru, zöhr namazı. Əl-asru, əsr namazı. Əl-məğribu, məğrib namazı. Əl-işəu, işa namazı. Və indi isə bunların hərəkəli variantına baxaq. Möhtərəm qardaşlar, keçdiyimiz dərslərin deməli, qrammatik mövzusuna qayıtmaq istəyənlər bax, bu kitaba qayıda bilərlər. Bax, bu kitab dini kitab dükanlarda mövcuddur. Bununla da bizim 3-cü dərsimiz başa çatdı və inşallah gələn dərsdə görüşənədək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.